Azərbaycanlıyıqsa da Azərbaycanın mentaliteti var da xanım. Xanımlarımıza Azərbaycan qadını rəmzində geyim, kişilərimizə də çox güman ki, elə geyim məsləhət. Kişi xaylalı şalvar yaraşır, elə şortik ya da elə şeyi xoşlamıram. Doğrudan da belə yaraşan şey deyil. Yəni, normal baxıram, pis deyil. Amma bəziləri var, məsələn, qışda açqı vurur, o indi normal. Çox pis. Əvvələ bir söz nətərdir? Şəriətə uyğun şalvar buradan olmalıdır. Topuqdan. Kişinin şortik giyməyə çox, elə qadının da elə kişinin də. Çox pis. Kişilərin şortik giyməyinə pis baxıram. Azərbaycan kişinə yaraşmayan bir şeydir. Amma satırsınız. Satırıq. Dəniz üçün. Həyat üçün yox. Ancaq dənizdə, plyajda geymək üçün. Yaxşı baxırıq. İsti havada geymək olar da. Əslində normal qarşılayıram. Amma harda geyməyinə baxaraq. İstirahət son olanda hə, normaldır. Yəni hardasa plyajlarda istirahətdədir və yaxud ailəsi ilə öz ətrafında, amma şəhərdə yox, normal qarşılayıram. Düzdür, mentalitet sözündən xoşum gəlmir, amma hər halda biz uyğunlaşmamışıq. Kişi şalvar geyir. Şortik giyməz? Şort yataqda geyinir. Pis belənsə nəsə deyilmək bizə yaraşmır da, Azərbaycana yaraşmır. Müsəlmançılığa yaraşmır. Hərənin öz seçimi var, normal baxın. Məncə nə bilim, müsəlman aləmində mən elə gəlir yaxşı deyil. Çünki biz müsəlmanıq. Mən normal baxıram, nöşün ona görə ki, məsələn, dəniz qırağında kişilər, məsələn, polnu gəzə bilər, amma bizim mentalitetlə şəhərin ortasında yaxşı deyil. Küçük hamısı qalır da bayırda, ayıb da indi baxma, bizim öz yerimiz. Müsəlman ölkəsi yox bizə. Mənim də oğlum var vallahi. Mən evin özündə məsələn bir adam gələndə o şortiki çıxardır, evdə bizi ilə şortik girir, sonra şalvar girəndə. Hər şeyin öz yeri var. Normal. Çünki müasir dövrdür. Normal. O bir ölkələrdən gələnlərə baxıb bizimkilər də geyinirlər də. Yaxşı düşmür ki, öz mədəniyyətimizi özümüz qorumalıyıq da. Mən normal baxıram. Əgər normal insan, ağıllı insan ətrafındakı insanlara fikir verməməlidir məncə. Yəni ki, sənə nə rahatsa, necə ürəyin xoşdursa, onu da giyinməlisən, belə. Siz giyinirsiniz? Giyinirəm, amma baxırdaraq. Bəzi yerlər var ki, istərsəməz adam utanır, rəsmi yerlər da belə. Amma ümumiyyətlə belə, yəni normal bir şeydir. Sən o rahatsa, onu da giyinməlisən. Baxır harda geyinir. Yəni şəhərdə iş geyimi kimi normal deyil. Baxır da, harasa yəni istirahətə gedirsə, rahat geyim üçün normal. Mən özüm giymirəm, evdə həyatımda əlbəttə. Bayra giymirəm, giyinənə də heç yaxşı baxmıram açıqca. Pis baxıram. Belə niyəsini tam deyə bilmirəm, amma hər ki pis baxıram. Belə qəşəng durmur, çox pis görünür. Nədir pis görünür? Nə bilim, indi deyəcəm belə pis çıxmasın, tüklü ayaqlara yaraşmır. Siz necə fikirlərsiniz? Məncə müasir dövrdə kim necə istəsə geyinə bilər.